Xəstələrimiz var, iltiması dua eləyənlər var inşallah. Allah xəstələrimizə də şəfayı acil inayət eləsin. Məhərrəm ayı mənəvi bir aydır, böyük bir aydır və bu böyük Məhərrəmi bu cür mənəvi eləyən İmam Hüseynin əzasıdır. Və biz bu günlərə doğrudan da böyük bir, əzəmətli bir gərək şükür eləyək. Çünki İmam Hüseyin mərasimi məclisi elə bir məclisdir ki, biz çox şeyləri eləyə bilərik, əldə eləyək. Doğrudan da şükür eləməyə yeri var ki, Allah bizə buna tövfiq verdi bizə və Allah bizə bunu nəsib elədi. Hər kim İmam Hüseyin məclisində hər növ xidmətdədir, istər maddi, istər mənəvi, istər gəlməyi ilə, istər qəlbi bizləndir. Allah təbarəkə və teala inşallah o xidmətlərin, o əziyyətlərin elə bu dünyada əcrin və əvəzin versin inşallah. Və Allah təbarəkə və teala o gözəl ağamızın ziyarətin siz əzlərimizin hamısına inşallah nəsib eləsin. Birinci gün Məhərrəmin birinci günü, əlbəttə bəhslər, mövzular çoxdur. Hər il gəlirsiniz, istifadə olunur. Və biz də çalışırıq ki, bu Kərbəlanın özü ki, böyük bir məktəbdir və doğrudan da böyük bir məktəbdir və dəyərli bir məktəbdir. Bir nöqtələr, bir lazımlı məsələləri siz əzlərin nəzərinə çatdıraq. Bu gündə mən istədim, əlbəttə xüsusi bir mövzular da var. Bugün də istədim ki, bir neçə dənə məsələni yadavər olaq, bir neçə dənə məsələni siz əzlərin nəzərinə çatdıraq və Kərbəla məktəbindən dərs öyrənək və öyrəndiyimiz dərsə də əməl eləyək, riayət eləyək. Baxın, insan namaz qılır. Bir adam namaz qılır və namaz nə üçündür? O namaz bunun üçündür ki, biz Allah qarşısındakı ibadət eləyirik. Namazda olan halımızı hər bir halda saxlayaq. Ya başqa bir ibarətlə deyim, başqa bir məsəl deyim ki, məsələ biraz da aydın olsun sizə. Baxın, bir adam həccə gedir və həccin əməllərindən də biri təvaf eləməkdir, ehram bağlamaqdır, düz? Bir həcci gedir, həcci ziyarət eləyir, bunun mənası nədir? Mənası budur ki, o təvafı burada da eləyə bilə. O ehramı burada da geyinə bilə. Məhərrəmli məclisi, bu ab-ı hava, bu əhval-ruhiyyə ki biz yaşayırıq, bu əhval-ruhiyyə bizdə həmişə məhərrəmli əhval-ruhiyyəsi ola. Yəni, mənası budur, biz elə hər gün ağlayaq, hər gecə ağlayaq. Yox, heç İmam Hüseynə belə ağlamağımızın bir faydası yoxdur, biz Hüseyin üçün ağlayaq. Yəni, bunun özümüz üçün faydası var. Biz bura gəlirik, İmam Hüseynin bizim bura gəlməyimizə ehtiyacı yoxdur. Bizim ehtiyacımız var. Biz İmam Hüseyin üçün ehsan eləyirik, İmam Hüseyin üçün sinə vururuq. Bunun İmam Hüseyinə heç bir faydası, yəni İmam Hüseyin bu olmasa, İmam Hüseyin olmaz, yox. Bunların hamısı bizim üçündür. Bizim bir ustadımız var idi, Ayətullah Mərifət dünyasını dəyişib, böyük Quran ustadı idi, təfsir ustadı idi. Deyirdi ki, Kərbəlayı olmaq, yəni həmişə insan Kərbəlayı ola. O Kərbəlada hamız olmuşsuz. O ab-ı hava var ki, insan orada o əhval-ruhiyyəni yaşayır. Kaş orada yaşadığı əhval-ruhiyyəni burada da yaşaya. İnşallah ümidvaram ki, Allah təbarəkə və teala burada öyrəndiyimiz, burada aldığımız o halı inşallah çalışaq
həmişə o hal bizlə olsun və İmam Hüseynin məktəbindən dərs öyrənək. Bu olmasın gələk ağlayaq, sızlayaq, sinəmizə duyək, sonra da gedək yeyək, çıxaq gedək və sabah da o cür. Bu cür olmasın. Bugün Kərbəla barəsində, Kərbəladan bir məsələni qeyd eləmək istəyirəm, əzizlərim. Birdən çox olsa işarə eləyərsiniz mənə. Biz Kərbəlaya baxanda, Kərbəlada baş verən, yəni Aşura günü baş verən hadisəyə baxanda biz iki dəstə görürük orada. İki dəstə var Kərbəlada. Aşura günü iki dəstədir. Bir dəstə Hüseynçilərdir, bir dəstə Hüseynə qarşı çıxanlardır. Bir dəstə Hüseyn yolundadır, bir dəstə qeyri-Hüseyn yolundadır. Başqa bir ibarətlə desək, orada biz iki qövmü, iki dəstəni görürük. Biri məğzubin aleyhdir, biri qeyril məğzubi aleyhdir. Bir dəstə qəzəbə düçar olanlardır, yolun azanlardır, zillət yolunda olanlardır. Bir dəstə qeyril məğzubi aleyhdir. Bir dəstə qəzəbə, zülmə, fəsada, zəlalətə, zillətə düçar olmayan insanlardır. Mənim söhbətimin məğzi budur. Nə baş verir, nə olur bir dəstə qəzəb olmuşların yolunda qərar tapır. Bir dəstə isə qəzəb olunmayanların yanında yer tapır, o yolu tutur. Namaz qılırıq, namazda həm surəsi oxuyuruq da. İhdinəs sıratəl müstəqim, sıratəl-ləzīnə ənəəmtə aleyhim qayril məğzub. Nə deyir? İlahi bizi düz yola hidayət elə. Hansı yola? O yola ki, o kəslər nədən uzaqdılar? İlahi qəzəbdən uzaqdılar. İlahi o qanunların əksi, o zəlalət, o zillət, fəsad, günah ondan uzaqdılar. İlahi bizi onların yoluna istiqamətləndir. O hansı yoldur ki, qayril məğzubi, o hansı yoldur ki, qeyri qəzəb olmayanların yolu hansı yoldur? İlahi olardı ki, onlara nemət vermisən. İndi nə cür olur bir dəstə həmən nemət İmam Hüseyndir. Nə cür olur insan həyatda nə baş verir? Bir dəstə İmam Hüseynin yanında dayanır. Bir dəstə Yezidin yanında dayanır. Mən bugün istəyirəm bu dərsi öyrənək. Allah bizdən uzaq eləsin. Çalışaq, bacardığımız qədər biz o yolda olaq ki, onlar qəzəbdən, Allahın qəzəbindən uzaqda olanlardır. Bir yolda olaq ki, Allahın qəzəbi bizi tutmasın. Səbəb nədir? Səbəb çox sadə şəkildə deyəcəm sizə, əzizlərim. İmam Hüseynin bir ziyarətnaməsi var. Ziyarətnamə varis İmam Hüseynin ziyarətnaməsidir. Kərbəlada İmam Hüseynin ziyarətinə gedəndə çoxumuz o ziyarəti oxumuşuq. O ziyarətnaməni oxuyanda, İmam Hüseyin üçün oxuyanda məşhurdur İmam Hüseyin üçün. Necə başlayırıq? Bismillahirrahmanirrahim. Əssəlamu aleykə ya varisə Adəmə səffətillah. Bu cür başlayır ta Peyğəmbər, axirə zaman Peyğəmbərə kimi. Bu nə demək istəyirəm bundan? Siz heç fikir vermişsiniz ki, İmam Hüseyin əleyhissalam niyə Adəmin varisidir? Siz diqqət eləmişsiniz ki, Əssəlamu aleykə ya varisə Nuhin nəbi, Nəbiyillah.
Nəyə görə İmam Hüseyin Nuh peyğəmbərin varisidir? Nəyə görə Musa peyğəmbərin varisidir? Nəyə görə İsa peyğəmbərin varisidir? Və nəyə görə Əssəlamu aleykə ya varisəl Həbi Muhammedin Həbibillah? İnsan ki məğlub, qəzəb olmuşların yoluna düşür. Çünki insan deyilən varlıq, o cümlədən İmam Hüseyin və biz hamımız Adəmin varisi yox. Adəmdən bizə irs qalıb. İnsan valideyni dünyasını dəyişəndə valideynindən ona irs qalır, qalmır. Bəli, irs qalır. İnsan irs aparır. Mal, dövlət, ev, torpaq, pul və s. Bəs Adəmdən nə miras, ya Adəmdən biz, ya İmam Hüseyin necə deyərlər, nə qalıb Adəmdən? O ki, varisdir. İmam Hüseyin deyir, salam olsun sənə ey Hüseyin, sən Hüseyin ki, Adəmin varisisən. Adəm kimdir? Adəmdən nə qalıb? Niyə Səffətillah deyirik Adəmə? Əgər biz, diqqət edin, indi əlaqəsini deyəcəm sizə, o qeyri-məğlubla, o məğzub yolunda onların bu Adəmin irs aparmaqlarının nə əlaqəsi var? Mənim söhbətimin məğzi budur. Vəssalam. Bir kəlmə. Bugünkü dərs budur. Biz hamımız İmam Hüseyindən öyrənməliyik. İmam Hüseyindən Adəm nə irs apardı, biz də gərək Adəmdən irs aparaq. Adəm Allah təbarəkə və Taalanın sifətlərinin təcəllə mənbəyidir. Adəm, yəni ilə insan özü də, biz də. Adəm bir kəsdir ki, Allah təbarəkə və Taala bütün Əsma-ül Hüsnanın hamısını Adəmə öyrətdi. Aləmdə nə qədər Allah təbarəkə və Taala mələk yaradıbsa, onların adları insanda var. İnsan bilir. Adəmdə var. Biz ki deyirik İmam Hüseyin ağa, sən salam olsun sənə ki, sən Adəmin varisən, həmən sifətlərin varisisən. Adəmdə olan o külli Əsma-ül Hüsna var ki, Adəm onları öyrənib, Allah ona öyrədib. Əlləməl Adəmə Əsma-ül Hüsna, ya Əsma-ül Kulliha, o sən də o cürsən. Nə qədər ki Allahın o gözəl sifətləri ki Adəmdə təcəlli eləyib, səndə eləməyibsə, qəzəbə düçar olmuş insanların yolundasan. Nə deməkdir? Adəmdə nə sifət var idi? Allahın hansı sifətləri Adəmdə var? İmam Hüseyində hansı sifətlər var idi? Və biz oradan nə irs aparaq? Birinci budur, Allah rəhmandır, rəhimdir. İnsan da gərək rəhim ola. Allah ruzi verəndir, raziqdir, insan da gərək raziq ola. Allah adildir, insan da gərək adil ola. Nə qədər bu sifətlər insanda, İnsan bunları öyrənməyibsə, özün o sifətlərə məşq eləməyibsə, o sifətlərdə deyilsə, qiyamətə kimi o qəzəb tapmışların yolunda olacaq. İndi gələcəm Kərbəlaya. İmam Hüseyin o sifətləri Adəmdən irs apardı. İmam Hüseyin bir kəsdir ki, İmam Hüseynin qəlbində kin yoxdur.
Hətta o şümri ki, Allahın lənəti olsun ona, İmam Hüseynin sinəsinə yəqin qoydu və İmam Hüseyin vurdu ki, şümür, sən elə bir yerə çıxmısan ki, o yeri Peyğəmbər öpüb və o yeri Peyğəmbər sinəsinə basıb, sən ora qoymusan, sən bila hara qoymusan. Yəni İmam Hüseynin belə şimrə, belə kinəsi yoxdur. O məqamda da istəyir ki, onu neynəsin? Hidayət eləsin. Niyə şimir gəlib İmam Hüseynin sinəsinə çıxır? Məgər şimir kim idi ki? Məgər şimir əvvəlcədən şimir idi? Şimir Əli ibn Əbi Talibin cinahında, Əli ibn Əbi Taliblə meydanda döyüşürdü. Suffeyndə. Bir kişinin övladıdır ki, 2 dənə zireh üst-üstə geyinərdi. Niyə qəzəbə düçar olmuşların cərgəsində dayandı? Çünki o sifətlər ki var idi, o sifətlərə ki insan özün hazırlamalıdır, hazırlaya bilməyibsə, baxmayaraq ibadəti var, namazı var, filanı var, insan, şeytan öz zərgəsinə çəkə bilər insanı. Deyir ki, salam olsun sənə ey Nuh Nəbinin varisi. İmam Hüseyin Nuh'dan nə öyrəndi, nə irs apardı və bugün biz o irsi öyrənməliyik. Nuh Peyğəmbərdən İmam Hüseynin apardığı irs Nuh Peyğəmbərin müqaviməti idi. Nuh Peyğəmbər istiqamət elədi. 950 il Nuh Peyğəmbər müqavimət elədi. Onu çalışdılar, yolundan döndərsinlər, döndərə bilmədilər. Lağa qoydular Nuh Peyğəmbəri. Dedilər, əşi sənin başın çatmır, sən bu gəmini düzəldirsən, heç olmasa bunu apar dənizin kənarında düzəld. Sən niyə üzü güldürsən? Məntiqdən uzaq bir şeydir. Səhranın ortasında gəmi düzəltmişsən. Nuhun müqaviməti, Nuh 950 il dedi, Allah təkdir, Allah adildir, Allahın yolu budur. Dedilər, yox, 950 il Nuh Peyğəmbəri çöndərə bilmədilər. Müqavimət və istiqamətindən dəyişə bilmədilər. Məgər İmam Hüseyni dəyişdilər. Məgər İmam Hüseyni dəyişə bildilər. Elə bilirsiniz İmam Hüseyin üçün təklif eləmədilər. Amma Şimrlə Ömər Sədə bir dənə reyi təklif eləyən kimi o keçmişi ki gözəl idi, yaxşı gəlmişdi, istiqamətə dayana bilmədi, müqavimətə, Rey şəhərinin varına, dövlətinə allandı. Əgər Şümür belə tək olsaydı, İmam Hüseyin onu çöndərərdi. Amma İbn Ziyad, Allah lənət eləsin, o qədər hiləgər adam idi, Ömər Sədlə onu bir yerə qoymuşdu. Ömər Sədlə Şimir Rey şəhərində şərik idilər. Niyə? Çünki irs apara bilməmişdi. İnsan əgər Peyğəmbərdən, Adəmdən, Nuhdan irs apara bilməyibsə, bugün mən Adəmdən və ya Nuh Peyğəmbərdən istiqamət eləmək, müqavimət eləmək, məni dünyada olanlar dəyişməsə, dəyişməməlidir. Bunu mən Nuh Peyğəmbərdən irs aparsam, dünyanın şeytan və dünyada olanlar məni heç vaxt dəyişə bilməz. Dünyada olan tufanlar məni dəyişə bilməz. İmam Hüseyin Nuh Peyğəmbərdən bu irsi aparmışdı. O Nuh Peyğəmbər, əgər sən irs aparsın, istiqamət eləsin, Allah dəryanı səhraya gətirər. Allah dəryanı səhraya gətirər. Heç kəs inanmırdı ki, Peyğəmbər Nəbi, Allahın salamı olsun ona, nə buyurdu? Buyurdu ki, İmam Hüseyin nicat gəmisidir. İmam Hüseynin gəmisi də Əllamə
Muhammed Təqi Cəfəri buyurur ki, mən bu hədisi çox fikirləşdim. İmam Hüseynin gəmisi nicat gəmisidir, bəli. Amma bu gəmi necə, bu gəmiyə nə cür, bu gəmiyə minən nicat tapacaq, bu gəmi harda hərəkət eləyəcək, bu gəmi harda gedəcək, hansı tufandan bizi nicat verəcək? Dünyanın bu qədər tufanları, insanlar görün necə dəyişirlər, insanları görün necə alladırlar, insanlara dünyada bəzi vədlər verməklə görürsən insanların istiqamətini dəyişirlər. Bir dənə imtihan, balaca bir imtihan olan kimi insanlar öz istiqamətin yolun dəyişir, düçar olur o qəzəb olunmuş insanların cərgəsinə. Məgər İmam Həsən əleyhissalamın sərkərdələrin görmədiniz necə dəyişdirdilər. Onlar ki o müqavimətdə idilər, gəldilər o pulları onların xeyməsindən Muaviyyənin xeyməsinə kimi səpdilər qızılları. Qızılı yığa bir də onda baxdılar gördülər Muaviyyənin taxtının ayağının altındadılar. İmam Hüseyin Nuh'dan apardığımız irs bu olmalıdır. Bugün biz bu dersi öğrenmeliyik. Ne dersin? İstikamet dersin. Bizi öz müqavimətimizdə, öz istiqamətimizdə, Allah'a olan yolda bizi heç nə dəyişməməlidir. Əgər dəyişirsə biz Hüseyinci deyilik. Biz Hüseyindən irs apara bilməmişik. Üçüncünü də deyirəm, sözümü bitirirəm. Gələn məqsədə, mətləbə. Üçüncü, deyirik ki, Əssəlamu əleykə ya varisəl İbrahim Xəlilillah. Salam olsun sənə ey İbrahim ki Xəlildir, Allahın dostudur. O İbrahimdən irs aparan Hüseyin sənə salam olsun. İmam Hüseyin İbrahimdən nə irsi götürdü? İmam Hüseyinə İbrahimdən bizə nə irsi qalmalıdır? Biz İbrahimdən nəyi öyrənməliyik? İbrahim Peyğəmbərin tarixçəsində çox şeylər var. Amma bir dənə gözəl bir şey işarə eləyiblər. Nədir o? İbrahimdən o gələn ən gözəl irslərdən də bir budur ki, İbrahim dedi, mən sevmirəm o şeyləri ki qurub eləyir. O şeylər ki nə eləyir? Qurub eləyir, aradan gedir. Mən onları sevmirəm. Mən o varlığı sevirəm. O yaradanı sevirəm ki, o həmişə vardı. Amma o varlıqlar ki qurub eləyib aradan gedir, mən onları sevmirəm. Nə deməkdir bu? Bizim dərsimiz budur. Biz gərək elə şeyə məhəbbət eləyək, elə şeyi sevək ki, o tez aradan gedən deyil. Onlardan da biri dünyadır. Dünya sevgisini gərək qəlbimizdən çıxardaq. O bağlılığı gərək dünyanı tərk eləyək. Çünki həmən bağlılıq səbəb olur. Nə qədər İbrahimin bu irsin aparmamısan insan, dünya bağlılıqları səni çaşdıracaq. Səni istiqamətindən saxlayacaq. Səni yolundan saxlayacaq. Kərbəlada nə qədər nümunə istəsən var. Kərbəlada həm arzu, iki dəstənin ikisinin də arzusu var. Bir dəstə arzu eləyir, vara dövlətə çata. Xuli, Allah lənət eləsin, Xulinin arzusu nədir Kərbəlaya gəlməkdə? Xulinin arzusu budur ki, gələ Kərbəlada İmam Hüseynə tərəf çıxa, gedə Küfədə bir dənə hərəmxana aça. O müqav İmam Hüseyni nəyə satıb? Hərəmxana açmağa. Bir restoran aça, orada kef məclisi qura, qumarxana düzəldə. Küfənin bütün cəmatı gələ orada neyniyə? İstirahət eləyə, kef eləyə. Biri bu cür arzu eləyir. Niyə? Arzusu var istəyir, bu da bir mülk sahibi olsun. Dünya bunu alladır. Necə alladır? Deyirlər, gələ, bismillah, bu da sənə mülk. İstsən bu mülki, neynə? Get Kərbəlaya, bu işi ged gör. İmam Hüseynlə döyüş, İmam Hüseynə qarşı çıx. Bugün azdır mülkə görə, maddiyata görə İmam Hüseynin tərk edib başqa yerə keçənlər azdır ki bugün. O qədərdir ki. O şey ki fanidir, ona məhəbbətim yoxdur.
İmam Hüseyin bunu bizi Kərbəlada gösterdi. İmam Hüseyin'in yanında olanlar bunu bize gösterdiler ki doğrudan da o şey ki fanidir, bu aradan gedendi. Məhəmməd Füzuli Allah rəhmət eləsin, Leyli Məcnun əsərində deyir ki, günlərin bir günü Leyli qızma içində yatır. Xəstələnir, ağır bir xəstədir. Məcnuna bir məktub yazır. Məcnuna bir məktub yazır, Məcnuna moizə eləyir sanki. Deyir Məcnun, deyir bəli. Deyir sən hələ bu qənaətə gəlməmsən, bilirsən ki mən xəstəyəm, qızmanın içindəyəm. Bu gün səhər bu qızma ilə aradan gedəcəm. Sən yenə də mənə məhəbbəti bağlamısan. Bir varlıq ki bir dənə qızma ilə, bir dənə xəstəlik ilə aradan gedə, sən bunu necə məhəbbət, sevgi bağlaya bilərsən? Sən o varlığa məhəbbət bağla, sevgi bağla ki, o daimidir, o əbədidir, o baqidir, fani deyil. 5 günlük dünya üçün gəldilər, neynədilər? İmam Hüseyin'i çatdılar 5 günlük dünya üçün. İndi bir dəstə dayanıb İmam Hüseyin'in müqabilində, bir dəstə İmam Hüseyinləndir. Az bir dəstə, dünya belədir ya. Bir dənə salavat zikr eləyək, biraz qabağa gəlin. Allahümmə salli ala Muhammed və ali Muhammed. İnşallah biraz da qabağa gələk, sıxlıq yaratmayaq. Peyğəmbər və ali Peyğəmbərə salavat zikr edək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Biz nə qədər öyrənməmişiksə İmam Hüseyinlə o irsi ki biz Adəm babamızdan aparmalıydıq, Nuhdan biz irs aparmalıyıq, biz İbrahimdən irs aparmalıyıq. Bunları nə qədər öyrənməmişik həmişə ehtimalı çoxdur, qorxusu çoxdur ki qəzəbə düçar olanların cərgəsində biz də olaq. İmam Hüseyin ki biz deyirik varisdir, çünki İmam Hüseyin bunun hər bir tərəfin Kərbəlada bizə göstərdi. Məhərrəm ayı, Məhərrəm günü İmam Hüseyin məclisi təsmim tapmaq, qərar vermək günüdür. İnsan gərək hər gün bir dənə qərar versin burada. Necə Kərbəlaya gələnlər öz arzuları var idi, öz təsmim tutdular. Dediyim kimi bir dəstənin arzusu bu idi ki İmam Hüseynin yolunda şəhid olalar. Bir dəstənin arzusu bu idi ki vara dövlətə çatalar. Baxın, Ömər Səd arzu elədi, təsmim tutdu ki Hüseyni dəyişsin reyə. Amma Hür neynədi? Hür təsmim tutdu ki dünyanı fəda eləsin İmam Hüseynə. Özün də fəda eləsin İmam Hüseynə. Çünki Hür başa düşmüşdü. Hürdə İmam Hüseyni də yaxşı tanıyırdı. İmam Hüseynin ataların da, babası Peyğəmbəri də və məhəbbət də var idi. Özündə o şeylər var idi ki çəkişdi, nəhayət oturdu təsmim. Bugün sən qərarı ver. Sabah sən qərarı ver. Mən Hüseynçi olacam. Hüseynin yolu ilə gedəcəm. Bundan sonra qutardı. Günah qutardı. O qutardı. Bu qutardı. Pis adətlərə otur. Bir anda pis adət, bir anda şər, bir anda xeyr. Şəri seçəcəksən ya xeyri seçəcəksən. Qərarı ver və ən gözəl qərar vermək ki xeyri seçəsən, bax elə bu məclisdir. İmam Hüseyin məclisi budur. İndi bu dəstəyi ki qəzəbə düçar olmuşdu, səbəb nə oldu ki bunlar qəzəbə düçar oldu? Səbəbi budur ki biz Adəm babamızı yaxşı tanıya bilməmişik. Adəmdə olan sifətləri biz öyrənə bilməmişik. İnsanlar bunu öyrənə bilmədilər. İnsanlar Nuhdan o istiqamət, o müqavimət məsələsini öyrənə bilmədi. İnsanlar İbrahimdən o dünyaya fani olanlardan uzaq olmaqlığı öyrənə bilmədik. İbrahimdən büt sındırmağı öyrənə bilmədik.
Bunları öyrənə bilmədik. Bunları nə qədər öyrənə bilməmişik, bu məsələlərdə də gəlib, bugünkü dünya məsələlərində də bizim ayağımız sürüşmə ehtimalı var. Bu günləri elə bilməyin ha, bugün Hüseyin yoxdur, Yezid yoxdur. Bugün Hüseyin də var, Yezid də var. Bu həmişə olacaq. Bugün Yezid Fələstində körpələri qırır. Bugün Yezid müsəlmanları və xüsusi olaraq Əhl-i Beyti istəyir aradan aparsın. İstəyir ümumiyyətlə İslamdan əsər qalmasın. Bugün Yezidin başına yığışanlar, mallarından, dövlətlərindən qorxanlar, milyonlar onlara Yezidlərə və Yezid kimlərə pullar xərcləyir. Amma Fələstində körpələr qazan əllərində dava eləyir, yemək tapa bilmir. Su tapıb içə bilmirlər. Su tapıb dəstəmaz ala bilmirlər. Bu günləri, bugünün də Yezidi var. Sən bugün hansı Yezidin tərəfindəsən? Sən İmam Hüseyin tərəfindəsən, bugün İmam Hüseyin də var. Məzlumlar elə İmam Hüseynin balalarıdır. Yemək üstə, qarnı yemək üstə dava eləyənlər, amma insanlar yemək tapa bilmir. Bugün İran İslam ölkəsində olan müsəlmanların başına güllə yağılır, bəziləri sevinirlər. Bəziləri ki İmam Hüseyni və İmam Hüseynin dəstəsini şəhid eləyib gülmədilər, bayram eləmədilər, bəziləri bayram eləyirdi. Sən bayram eləmə, sən gülmə, ən azından evi yoxdur, bir tərəf qal qıraqda, kənarda heç olmasa səsini çıxartma. Amma neynədir? Bugün çoxları kimin tərəfindədir, onu bəlli elədilər. Kərbəla məktəbdir, bu məktəb bizə öyrətməlidir. Biz bu məktəbdən öyrənməliyik. Baxın, bugün əlbəttə Müslümə aiddir, Müslüm İbn Əqilə aiddir ki, Müslüm İbn Əqil bir dəstə namərd insanların arasında bir mərd idi ki, benava tək qaldı da bilirsiniz. Müslümü tənha qoydular. Hamı beyyət elədi, hamı ləbbeyk dedi. Amma namazda siz də eşitmişsiniz, oxumusunuz, görmüşsünüz. Namazda hamı Müslümü tərk elədilər. Bugünkü məclislər gərək Müslüm kimi bir şəxslər yetişdirsin. Baxın, bugün nə qədər bizim böyük alimlərimiz dünyasını dəyişdi, Seyyid Nəsrullah kimi böyük bir şəxsiyyət, məsələn, dünyasını dəyişdi, böyük alimlər və çox adlarını çəkmək istəmirəm. Bizə bu cür düşmən bilir ha, kimi aradan aparmaq lazımdır. Düşmən bilir kimi aradan aparmaq lazımdır. Bizim mühərrəmimiz, bizim bu məclisimiz, bizim sinə vurmağımız bizi bu məqama çatdırmalıdır. Biz gərək Hüseynin o yaranlarından olaq biz. O Müslümün hadisəsini inşallah qardaşım Rozasın yəqin deyər. Amma mən bugün bir dənə cavanla danışmaq istəyirəm. Bu cavan Nafi İbn Hilal'dır. Bugün biz onun kimi olmağı seçək, onun kimi olmağı seçək, onun kimi olmağa çalışaq. Nafi İbn Hilal kimdir? Düzdür, Bəni Əsəd tayfasındandır. Cavan bir oğlan idi. Bunun vəzifəsi nə idi? Vəzifəsi Həzrəti Əbbas, Əbülfəzl Əbbasla bir yerdə xeymələri su ilə təmin eləmək idi. Nafi İbn Hilal xeymələri su ilə təmin eləmək idi. Güclü ox atan idi. Güclü ox atan idi. 70 dənə ox götürmüşdü özü ilə döyüşdə, 70'in də üstünə öz adını yazmışdı. Nafi İbn Hilal. Bir dənə də oxu boşa keçməmişdi. Bir dənə də oxu boşa keçməmişdi. Necə ki Həzrəti Əbəlfəzl Əbbasın hadisəsi acıdır, əzəmətlidir ya.
100 dənə nafi ola, buyurur mən Hüseynə fəda olum. 100 dənə, 1000 dənə nafi ola, Əbəlfəzin fəda olum. Əbəlfəzin məqamına heç ki çatalməz. Amma nafinin də qolun, iki qolun şümürün hökmü ilə, şümürün göstərişi ilə onun qollarını kəstilər ox attığına görə. Və sonra da şəhadətə yetirdilər. Nə qədər bu cür cavanlar var idi, Əbəlfəzin yanında bu nafi var idi, Əbəlfəz var idi, xeymələrdə bu çətinliklər, problemlər yox idi. Bugün biz bundan dərs alaq. Bugün bizdən istəmirlər gedək kiməsə ox ataq. Bugün bizdən istənilən nədir? Bizdən istənilən vəhdət birlik, bir-birimizdən mehriban olaq. Bir-birimizin dayağında dayanaq, bir-birimizə hörmət eləyək. Birimizin zəif bir şey olanda hamımız gedək əl-ələ verək. Bugün budur. Və onlardan da biri John İmam Hüseynin nökərlərindən biriydi. Abu Zər hədiyyə eləmişdi İmam Hüseynə. John'un bilirsiniz neçə yaşı var idi? 90'a yaxın yaşı var idi. Həbib ibn Məzahirdən böyük idi. Kərbəlada ən yaşlı bəzi tarixi mənbələrə əsasən deyirlər John hamısından yaşlı idi. Amma John döyüşçü deyil idi ya. John nökər idi. O bəzi xidmətlər var idi. Çörək gətir, suya apar, nə bilim bunu elə, filan elə, bu palazlar bu işləri görürdü. Amma bir məqam çatdı. Bunlar vallahi adam elə bu istəyir ki John kimi olsun. İmam Hüseynə bir cümlələr dedi. Gəldi İmam Hüseyn onu bırakmırdı da getməyə. Nə qədər istəyirdi İmam Hüseyn onu bırakmırdı. Axırda gəldi oturdu İmam Hüseynin qabağında belə. Çünki 90 yaşın var. Sən məsələn nə iş görə biləcəksən? Sən öz xidməti eləmirsən, sən nökərsən. İmam Hüseynin qapısında nökərlik ağalıq deməkdir də. İnsanı fərşdən ərşə qaldırar. Kim İmam Hüseynin məclisində xidmət eləsə, yəqin bilsin, sidqi qəlbinə, xalisanə xidmət eləsə, İmam Hüseyin onu, Allah onu fərşdən, yəni yerdən göyə qaldırar. İmam Hüseyin dedi, kişi sən öz xidməti eləmirsən, sənin məqamın da bəllidir. Axı məndən nə istəsən, səni azad eləmişəm, çıx get. Nə billah elədi, İmam Hüseyin icaza vermədi. Axırda bilirsiniz gəldi neynədi, Allahu Ekber. Oturdu İmam Hüseynin qabağında. Dedi, ağa mənim rəngim qaradır deyə, siz ağsız, məni özünüzdən ayrısınız. Ağa düzdür, mən heç kiməm. Mən yəhsiz bir adamam. Heç kimim yoxdur. Mən siz ola bilmərəm. Mən sənin əskərlərindən ola bilmərəm. Onların məqamına mən çata bilmərəm. Xanım Zəhra, siz Xanım Zəhra övladısınız. Siz Əlinin balasısınız. Əgər mənə icazə vermisənsə, deməli məndə bir fərq qoymusan. Bunlarla məndə bir fərq qoymusan. Deyir İmam Hüseyin bu cümlədən sonra, dedi John, azadsan, git. Bıraxdı onu döyüşə. 3 nəfəri ya 4 nəfəri cəhənnəmə vasillədi da 4-cü adamda taqəti qalmadı, şəhadətə yetirdilər. İmam Hüseyin gəldi onun başının üstünə, əllərini qaldırdı. Dedi, İlahi Pərverdigara, bunun üzünü ağ elə. Neçə nəfərin üstünə İmam Hüseyin gəlib başının üstünə, biri də bu qara dərilidir. Yəni biz, əzizlərim, bu məclislər deyir İmam Hüseyin ölü deyil. O ki hər gün Aşura, hər yer Kərbəla, bu gün də elə Aşuradır, bu gün də bu yerdə Kərbeladır. İmam Hüseyin də diridir. İnanın, İmam Hüseyin niyə diridir? İmam Hüseyin diri olmasaydı, bu qədər aləm onun başına yığışmazdı. İmam Hüseynin bu qədər təsir olmasaydı, bu qədər insan dünyada qara giyib İmam Hüseyin üçün ağlamazdı. Milyon insanlar ayaq yalın, başı açıq, Ərbəyin o İraqın istisində, 50 dərəcə istisində küçüyə düşməzdi. Bu onun dəlalətidir ki, İmam Hüseyin diridir. Amma İmam Hüseyin bir çox yerdə ağlayıb, 2 yerdə nalə çəkib. Sözüm bitdi. 2 yerdə nalə çəkib, qışqırıb.
Deyir onun biri də Qasim, İmam Həsənin övladı idi. 14 yaşı var idi. Bəzilər deyir 13 yaşı var idi. O da gəldi, icazə istədi. O da ağadan istədi ki, icazə ver gedim. İmam Hüseyin onun mərifətini yoxlamaq üçün İmam Hüseyin ona bir dənə cümlə buyurdu. Dedi, Qasim can, səndən bir sual verirəm. Yəni, döyüşdü, şəhadətdir, hamı dünyasını dəyişir. Sənin ölümə olan mərifətin nədir? Sən ölümdən qorxmursan, sən ki, hələ həddi buluq deyirsən, sən bir cavansan. Cavanın hamının arzusu var da. Burada indi hamıdan soruşsun, cavan uşaq hamının arzusu var. Buyurdu ki, mənim ölümdən qorxum xeyr, ölüm mənə baldan da şirindir. İndi bu cür yetişən cavan uşaqların qarşısına nə çıxa bilər? Bu mərifətlə, bu məntiqlə, bu düşüncə ilə İmam Hüseyin məktəbində yetişən uşaqların qabağına kimsə çıxa bilər? Niyə düşmən deyir ki, körpələri qoymayın, uşaqlar məscidə getməsin? Çünki bilir ki, Qasim olacaq. Bilir ki, Qasimi tanıyacaq. Məgər gedib döyüşənlər, canınlar keçənlər, ya Hüseyin deyib canından keçmədilərmi? Deyir, Qasim meydana daxil oldu, amma İmam Hüseyini çox yandırdı. Deyir, döyüşdü, neçə nəfəri qətilə yetirdi, özü də yaralandı, əlləri üstə düşdü atın boynuna, əlləri sallana-sallana. Deyir, birdən at cəmaatın çoxluğundan ünvanın səhv saldı, yəni xeymələrə tərəf getməkdən girdi düşmənlərin içinə. Orada ki, başladılar, deyir, Qasimi vurmağa, orada qışqırdı, çağırdı əmsin. Və elə ki, İmam Hüseyin əleyhissalam deyir, gəldi ora. Ravi deyir ki, gördüm ki, İmam Hüseyin ağlamadı ya. Qışqırdı, özün atdan yerə atdı, qışqırdı. Bizim Allah'ın verəm İzzət-i Cəlalına birinci gün ki, Məhərrəmin birinci günüdür, cəm olmuşuq. İlahi pərverdigara, səni and verirəm Hüseynin o Qasiminə. Hər kəsin bir hacəti, bir mətləbi var, gəlib bura, arzusu var. İlahi, İmam Hüseynin o Cənab Qasimə, İmam Həsənin övladı, o Cənab Qasimə xatir hər kəsin hacətin bərabərdə xeyr elə. İlahi, bizi bu məktəbdən, bu İmam Hüseyin məclisindən o dərsləri, o mərifəti öyrənənlərdən və ona əməl eləyənlərdən qərar ver. İlahi, bizi də Adəmin varisi qərar ver. İlahi, bizi də Nuhun varisi qərar ver. İlahi, bizi də İbrahimin varisi qərar ver inşallah. Bu dualarımızın, bu məclisimizin gözəl, əzəmətli olması üçün və Allah dərgahında qəbul olması üçün inşallah və gözəl məclis keçirtməyimiz üçün inşallah Allah bizə daha da tövfiq versin. Peyğəmbər və ali Peyğəmbərə salavat zikr edək.